Hamıya salam. Birinci blok imtahanında tarix fənni həddindən artıq demək, müəyyən qədər çətinliklər var idi. Vaxt tələb edən suallar çox idi. Hardasa 3 sualda çətinlik çəkilə biləcək suallar idi. Biri Heydər Əliyev sualı idi. Biri AXC ilə bağlı olan sual idi və təbii ki, tarixçilərlə, elm xadimləri ilə bağlı olan sualda çox çətinlik var idi. Hələ də yəni onun cavabı tam bir ortaya çıxmayıb. Nəysə, və ikinci şans imtahanına hazırlaşan insanlar həddindən artıq məncə çoxdur. Amma mən hazırlaşmıram, çünki balım məni qane eləyir. Sadəcə olaraq yenidən imtahan verəcəm, amma tam hazırlaşmam, artıq ciddi rejimdə deyiləm. Sadəcə olaraq bir neçə il bundan öncəki statistikalara baxdım. Daha doğrusu imtahan suallarına baxdım. Birinci və ikinci imtahan suallarına ki, birincidə olan, ikincidə olmayan və yaxud da hər ikisində olan, hər iki imtahanda düşən suallar nədir? Və belə bir şey çıxdı ortaya. Tutalım 2023-dən baxdım, amma baxsaz yəni hər bir imtahanda belədir. 2023-də yəni aralıqsız olaraq düşən mövzular var. Şirvanşahlar olsun, Səlcuqlar olsun, Azərbaycan SSR var o dövrlər, hansı ki 1920-dən, yəni tam SSR dövrü 22-dən başlayır, amma 1920-dən Heydər Əliyevin dövrünə kimi olan dövrlər var, onlar düşür. Sonra Birinci Dünya müharibəsidir, İkinci Dünya müharibəsidir, İngiltərə düşür, Osmanlı düşür, Albaniyadır, Atropatenadır, Səfəvilərdir, Qaraqoyunlular düşür, Ağqoyunlular çox düşmür, amma Qaraqoyunlular çox həddindən artıq həm birinci imtahanda düşür, həm ikinci imtahanda düşür. İbtidai icma quruluşudur, aralıqsız düşür, Eldənizlər düşür, Monqol yürüşlər düşür, sonra Ərəblər düşür, 11-ci əsr feodal dövlətləri var. Şirvanşahlar, Şəddadilərdir, Sacilər, Salarilər, Rəvalilər, bunların hamısı düşmür. Sadəcə olaraq bir-ikisi götürülüb salınır. Məsələn, 25 mayda olan imtahanda nə düşmüşdü? Şəddadilər düşmüşdü, xəritə sualı. Bu ikinci imtahanda məsələn Rəvalilər düşə bilər, Sacilər, Salarilər, yaxud da digər başqası düşə bilər. Sonra Türk dövlətləri necə düşür? Məsələn, 2023-ün birinci imtahanında nə düşünüb? Qəznəlilər düşüb, birinci və ikinci Göytürk dövlətləri düşüb. İkinci imtahanda isə nə düşüb? Avropa Hun və Ağ-Hun dövlətləri düşüb. Bizim birinci imtahanımız 25 mayda nə düşüb? 25 mayın birincisində birinci Göytürk Ağ-Hun düşüb. İkinci imtahanda ikinci Göytürk düşə bilər, Sacilər, Qəznəvilər, Qaraxanlılar və s. kimi dövlətlər düşə bilər Türk dövlətlərindən. Sonra Heydər Əliyevin dövrüdür, Romadır, Yunanistandır. Yunanistan o qədər də yox, amma Roma həddindən artıq çox düşür. Yəni həm 1-ə, həm 2-yə düşür. Rus-Qacar müharibələri, məsələn, 2023-ün birinci imtahanda var idi, amma ikincidə yox idi. Sonra Rusiya bölməsidir, Rusiya bölməsi düşür. Teymurilər demişdim, səhv eləmirəmsə. Memarlıq necədir? Birində mədəniyyət düşür, birində memarlıq düşür. Məsələn, bizə indi tarixi şəxsiyyətlər salındı, elm xadimləri salındı. İkinci imtahana %100 mədəniyyət düşə bilər. Kiməcə düşəcək? Bunlar əmin olduğum şeylər deyil. Sadəcə olaraq baxıb çıxartdığım şeylərdir ki, bunlar düşə bilər. Başqa nə var? Və əsasən Azərbaycan tarixidir. Neçədən Azərbaycan tarixi var? Birinci nə düşmüşdü bizə? Xanlıqlar düşmüşdü, İbtidai icma quruluşu, Qaraqoyunlu, Albaniya, Heydər Əliyevdir. Sonra 11-ci əsr dövlətlərdir. 17-ci əsrdə Azərbaycan Səfəvilər dövlətidir. Kəndli əsasnamələrdir. Sonra Cənubi Azərbaycan ola sayılır. 1847-46-70-ci illərdə olanlardır. Sonra 1-ci Qarabağdır. Azərbaycan SSR-dir. Eldənizlər, Monqollar, AXC Monqollar Azərbaycan yürüşə
yürüyüşlərindən düşmüşdü. AXC-dir, sonra Qızıl Ordu, o da Qızıl Ordu səhv eləmirəmsə yox, onu saxlayaq, Qızıl Ordu yox. Səfəvilərdir, mədəniyyətdir. 16 dənə sual. 16 dənə sual. Hətta 1-2 dənə də var. Hardasa bir 18 dənə sual Azərbaycan tarixindən düşmüşdü. Sitasiya həmçinin tarixdən düşür. Ərəb-İsrail müharibəsi düşmüşdü. Teymurilərdir, Qızıl Ordudur, Rusiyadır. Sonra Birinci Dünya müharibəsində məsələn Cənubi Azərbaycanı birləşdirib vermişdilər. Sonra bu neçəydi? 3, 4. Sonra nə var? Sonra türklər ümumi tarixdə gedir. İngiltərədir, Fransadır, Romadır, Osmanlıdır, Amerikadır. Bunlar. 10 dənə sual. Bir də Birinci Dünya müharibəsi var. 11 dənə sual. Yəni hardasa 19 dənə sual Azərbaycan tarixindən düşmüşdü. 11 sualsa ümumi tarixdən düşmüşdü. Bu səfər də elə olacaqmı? Bunu bilmirik. Amma yəni həmişə düşən mövzular dedim və əsasən zəiflik olan mövzular, çətinlik olan mövzular Azərbaycan SSR dövründə, yəni 1920-dən 1991-ə kimi olan dövrdür. Sonra AXC dövrüdür, çox qarışıq sayılır o dövr. Sonra kəndi əsasnamələrdir. Məsələn, necə düşür o? 1846 düşüb, 1847 70 düşüb, düzdür. Bu səfər necə düşə bilər? 1900 düşə bilər, 1903 düşə bilər, 1912, 13 düşə bilər. Yəni mövzu eyni qalsa da illəri fərqli olan şeyi sala bilərlər. Başqa nə düşə bilər? AXC-nin dedim, Birinci Dünya müharibəsi, İkinci Dünya müharibəsi, Birinci Qarabağ, İkinci Qarabağ və Heydər Əliyevin dövrüdür. Osmanlı qarışıq dövrlərdən sayılır. İngiltərə olsun, İngiltərəsindən qarşılıq mənbələrini çıxardıblar, amma artıq mən onları çıxartmalarına inanmıram. Çünki tarixçilər də çıxardılmışdı, amma yenə də saldılar. Başqa nə var? Romada və Yunanistanda biraz çətinlik ola bilər hardasa. Amerikada aslında böyük bir problem deyil. O qədər böyüdəcə bir problem deyil. Yenə də baxmaq lazımdır. Rus qacarı düşməmişdir, düşə bilər. Müəyyən döyüşlər var, müəyyən problem ola biləcək şeylərdir. Rusiya bölməsi də necə düşür? Məsələn, Osmanlı ilə olan müharibələr düşür, amma Rusiya necə düşmüşdür? 1-ci Aleksandr, 2-ci Aleksandr, yox, 2-ci. Bir dəqiqə baxım. Bu aranı 25 dənə yazmışam. Biri çox böyük diqqətsizlik, səhv edən hamının düz yazdığı sual səhv yazmışam. Bizans dövləti sualı var, oradan uyğunlaşdırma. Mən Bizans sözünü görməmişəm orada, ona görə 25 dənə oldu. 1-ci Aleksandr və 1-ci Nikolay, məsələn, bu düşür. Yenə düşə bilərmi? Düşə bilər. Nə sala biləcəklərini bilmirik. Amma məncə 2-ci Yekaterina düşə bilər. Pyotrun dövrü düşə bilər. Bunlar Pavelin olsun. Yəni, bunlardan əvvəlki və yaxud da bunlardan sonraki. Bunlardan sonrakində əslində o qədər də böyük bir şey yoxdur, amma yenə də baxmaq lazımdır. Və Teymurilər dövləti. Teymurilər dövlətində də əslində o qədər böyük bir şey yoxdur. Amma yenə də baxmaqda fayda var. Belə, bunlara daha çox baxmaq lazımdır. Ədəbiyyatdan hələ ki baxmamışam sözün düzü. Nələr düşə bilər? Tarixin situasiyası. Tarixin situasiyası ikinci yadımdadır ki, şeydən düşmüşdü. Çin dövlətindən düşmüşdü. Birinci səhv eləmirəmsə, dövlətdən baxım. Deməli, birincədəki Yapon Amerika müharibəsindən düşüb. Daha dəqiq baxsaq, 14 dövlətin iştirak elədiyi Washington konferansından düşüb Amerika. İndi nə var idi? İndi Ərəb-İsrail müharibəsi düzdür. 2023-ün birinci imtahanında nə düşüb?
Amerika düşüb. 2024-ün birinci imtahanına düşmüşdüm. Yenə Amerika düşmüşdü, düzdür. Və bir də çox dəxilsiz dövlətdir. Dəxilsiz deyəndə də necə, yəni çox belə əhəmiyyətli keçmədiyimiz, yəni belə sadəcə oxuyub keçdiyimiz, dərindən öyrənmədiyimiz Amerika kimi dövlət. Məsələn, Ərəb-İsrail o qədər bütün diqqətimizi verib onu öyrənmirik Amerika kimi. Evet, düşünürəm ki, bu situasiya ya İngiltərə düşə bilər, ya da Amerika yenidən düşə bilər. Amerika əhdinin artıq çox salınır. Fransa da düşə bilər bu arada, Fransa da ola bilər. Başqa belə, yəni bunlar düşə bilər. Ümid edirəm ki, ikinci imtahanda artırmaq istəyənlər hər kəs artırar, hər kəs istədiyi yerə daxil olar. Hər kəsə uğurlar arzulayıram.